Dünən paytaxtın Sabay rayonu Badamdad qəsəbəsində yerləşən mənzillərdən birində baş verən güclü qaz partlayışı ağır faciə ilə nəticələnib. Hadisə ailə üzvləri üçün dərin sarsıntıya səbəb olub. Manşetazın bir xəbər mediaya istinadən verdiyi məlumata görə, partlayış zamanı tanınmış həkim Vüsal Nəbiyevin atası və bibisi həyatını itirib. İlkin məlumatlara əsasən, partlayış mənzildə qaz sızması nəticəsində baş verib. Güclü partlayış mənzilə ciddi ziyan vurub. Ətrafda yaşayan sakinlər arasında da böyük təşviş yaranıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Xilasedicilər dağıntılar altında qalan şəxsləri çıxarmağa çalışsalar da təəssüf ki, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ərazi təhlükəsizlik məqsədi ilə mühasirəyə alınıb. Qeyd edək ki, Vüsal Nəbiyev ölkədə tanınmış tibb mütəxəssislərindən biridir. O, hazırda Avrasiya və Avropa hospitallarının anestezioloq və reanimatoloq şöbəsinin müdiri vəzifəsində çalışır. Baş verən faciə tibb ictimaiyyəti və mərhumların yaxınları arasında dərin kədər hissi doğurub. Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. Partlayışın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub. Hadisə ilə bağlı əlavə məlumatların ictimaiyyətə təqdim ediləcəyi bildirilib.